Değerli həmvətənlərim, bir müddət öncə Alyona, hamınız da görübsünüz bu şəkili, hamıya da göstərmişəm bu şəkili. Bir müddət öncə Alyona bu əlillərlə görüşdü. Hətta Alyona Sergeyin niyə qucağındadır deyildi. Alyona sanki xəstələri qucaqlayırmış kimi belə bir obraz yaratdıqlarını da biz dedik eləmi? Biz dedik eləmi? Başını qoyduğu o xəstəyə bax, güya əlildir. Baba, Alyona'nın başını qoyduğuna baxın, başını qoyduğuna. Eləmi? İndi baxdınızmı? İndi gəlin. Həmən vaxtı Alyona başqa bir şəkildə paylaşmışdı. Bax, bu şəkildə paylaşmışdı Alyona. Eləmi? Həmən adamlardır elə. Həmən adamlardır. Bir də yeməkxanadakı adamlar, eləmi? İndi gəlin sizə bugün paylaşılan şəkili də göstərim. Ala. Alyona'nın bugün paylaşdığı şəkil. Değerli həmvətənlərim, tarixinə də baxarsınız. Hamısı eyni adamlardır, baxın. Yalan deyən köpək oğludur. Baba, həmən eyni adamlardır, baxın. Eyni adam. Alyona bugün paylaşıb, baxın. Alyona ofisial. Baba, Alyona ofisial. Bulvardadır, hardadır, baba, aparıbdır. Bunlar yenə nə demək istəyir, hə? Bunların o xəstə deyib, o qucaqladığı, ziyarət elədiyi o xəstələr də, xəstələrdən də trollər var, ha? Bakın, bugün paylaşıb ki, deməli, bulvarda keçirilən Novruz bayramında Alyona xanım insanlarla görüşübdür. Bax, həmən insanlar bir ay bundan qabaq güya xəstə insanlar idi. Bax, bu insanlar, bax, sifətlərinə baxın. Baxın sifətlərinə millət. Baxın sifətlərinə. Gördünüzmü? Gördünüzmü? İndi gəlin siz bugün paylaşılmışdı. İndi gəlin siz bax, ala. Bu isə bir aydan çoxdur paylaşdığı şəkildir. Eyni adamlar deyilmi? O sağda duran oğlan haradaydı? Gəlin onu da göstərim də sizə. O da bax, budur bax, ala. O birisi oğlan var ya o. O da bax, budur bax. Gördünüz? O çombul oğlan var idi. Ala. Gördünüzmü? Gördünüzmü? Mən deyəndə ki, xəstə zat deyil bu kök verənlər. Mən deyəndə ki, xəstə zat deyil bu kök verənlər. Mən deyəndə ki, bunlar bir qrup dəstə ilə gəldirlər. Bax, Alyona gedir götündə bir avtobus. İlham gedir Qarabağa götündə bir avtobus. Mehriban gedir götündə bir avtobus. Avtobuslar xüsusi adamlardır da. Xüsusi adamlardır da. O nazirlikdə işləyənlərin, MTN-də işləyənlərin xəstə qohumu yoxdurmu? Xəstəyə oxşayan qohumu yoxdurmu? Ya xəstə adı ilə orada durası qohumu yoxdurmu? Buyurlar orada. Bunların xəstə deyib ziyarət elədikləri də trollarıdır bunların. Görürsünüzmü? Biabırçılıqdır. Resmen biabırçılıq.